Değerli tələbələr, bu videoda sizlərlə birlikdə Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul üzrə imtahana qeydiyyatdan necə keçə bilərik, hal-hazırda onu izah eləmiş olacağam. Onu qeyd edeyim ki, sistem əvvəlki illərə baxmış, artıq yenilənib, yəni daha təkmil, daha rahat formadadır. Bir qədər sonra rahatlıqla necə imtahana qeydiyyatdan keçə bilərik, addım-addım onu izləmiş olacaqsınız. Deməli, vaxt itirmirik, daxil oluruq tez sürətli bir şəkildə dim.gov.az saytına, daha dəqiq demiş olsaq, burada elə ən sol tərəfdə, yuxarı hissədə telefonlardan da daxil olub rahatlıqla qeydiyyatdan keçə bilərsiniz. Magistratura bakalavrın elektron ərizəsi hissəsi görəcəksiniz. Klik elədik. Klik eləyəndən sonra bakalavrın elektron ərizəsi səhifəsinə xoş gəlmisiniz deyə belə bir yazı var. Aşağıda da qırmızı düymə var, daxil ol deyə. Daxil olduqdan sonra bura istifadəçi adımızı və şifrəmizi yazacağıq. Mən tələbələrimizdən birinin istifadəçi adını və şifrəsini qeyd edirəm və qeydiyyatı onun hesabı üzərindən həyata keçirəcəm ki, sırf buraxılış ilində olan, yəni məsələn 4-cü kursda, 5-ci kursda oxuyan tələbələri imtahana qeydiyyatdan keçəndə nələrlə rastlaşırlar, onları görə biləsiniz deyə. Məndə bir çox məlumatlar dəfələrlə imtahan verdiyim üçün hazır bir şəkildə gəlir deyə, ona görə birbaşa ilə özüm üzərindən izah eləmirəm. Mən şifrəni də qeyd edirəm. Yəni, fin kod və şifrənizi qeyd edirsiniz şəxsi kabinetinizdə olan. Daxil ola klik elədik. Şəxsi kabinetdə normal olaraq artıq hər birinizdə olmalıdır. Bakalavr vaxtı, deyək ki, abituriyent vaxtı universitetə imtahan verdiyiniz üçün. İndi daxil olduqdan sonra görürsünüz, burada qeyd olunub. Hüseynov Elvin Mübariz, şəxsi kabinetinizdə olan vəsait 0 manat. Aşağıda da magistraturaya 1-ci cəhd qəbul imtahanına qeydiyyat təsdiq edilməyib deyə qırmızı ilə qeyd olunub. Qarşısında da sağ tərəfdə daxil ol yazısı var. İndi bu daxil ol yazısına klik elədim. Klik eləyəndən sonra baxın, belə bir səhifə açıldı. Tələbəmizin ümumi şəklini görürük. Aşağıya düşdükcə, baxın, fikir verirsinizsə, qırmızı ilə bizə bildirişləri verir. Yazıb şəxsi məlumatlar bölməsində məlumatlar, telefon nömrəsi, faktiki yaşadığım məntəqə və elektron poçt ünvanı tam deyil. Bəs biz bu tam olmayan məlumatları hardan düzəldəcəyik? Belə bir sual yaranır. Təbii ki, bizim kabinetimizdən. O baxımdan da bir dənə də əlavə səhifə açmalı oluruq. Gəlirik. Elə Google-a yazmış olsanız, e-kabinet və s. özü avtomatik çıxmış olacaq. Baxın, e-kabinet yazdım, şəxsi kabinet. Üzərinə klik edirəm. Giriş hissəsindən yenə bir qədər əvvəl yazdığım tələbəmizin məlumatlarını yazıram. Yazıb yenə şifrəni daxil edəcəm. Düzəliş eləyə biləcəyim məlumatlar burada görsənəcək. Baxın, qeyd edirəm. Qeyd elədik. İndi daxil oluruq şəxsi kabinetə. Şəxsi kabinetdə yenə tələbəmizin şəklini gördük. Hər şey qaydasındadır. İndi bu şəxsi kabinetdə bizə lazım olan əsas məsələlər nədən ibarətdir, onları deyim qısacası. Əgər kabinetə, yəni imtahandan qeydiyyatdan keçmək istəyirsə, ərizənizi təsdiqləmək istəyirsinizsə, o halda kabinetin kodunu götürüb ödəniş yükləməli olacaqsınız. Kabinetin kodu da sağ yuxarı hissədədir. Baxın burada. Bu kodu kopyalayıram, bir qədər sonra ödəniş eləyəcəyik. Ödənişi eləməyin də qayda qanunu deyəcəm. İndi biz bura nəyə daxil olmuşduq? Şəxsi məlumatlarımız qeydiyyatdan keçərkən tam deyil dediyinə görə həm o məlumatlara bir göz gəzdirmək üçün. İndi aşağıda görürəm ki, baxın, şəxsiyyəti təsdiq edən sənədin tipi, yeni şəxsiyyət vəsiqəsi, burada hər şey qaydasındadır. Qeydiyyatda olduğu ünvan, Tovuz rayonu, burada hər şey qaydasındadır. Ümumi göz gəzdirdim. Buralarda hər şey qaydasında görürəm. Düzəliş üçün bəs mənim nələrə ehtiyacım var? Şəxsi məlumatlara klik elədim. Buralarda fikir versə, baxın, heç bir şeyə müdaxilə edə bilmirəm. Əlaqə məlumatlarına gələndə artıq, əlaqə məlumatlarında görürsünüz, faktiki yaşadığı məntəqə var. Bura klik eləyən kimi artıq düzəliş hüququm yaranmış olur. Və mən burada faktiki yaşadığı məntəqəyə niyə klik eləyib, niyə bura gəldim? Ona görə ki, faktiki yaşadığı məntəqə hazırda olduğu yer, nə bilim, oxuduğu yer bu anlama gəlir. Məsələn, siz əgər Bakıda təhsil alırsınızsa, təbii ki, Bakıda imtahanı vermək istəyirsinizsə, bura Tovuz rayonu deyə qalmamalıdır. O baxımdan da gəlirəm Bakını axtarıram tələbəmiz üçün. Əgər buranı dəyişməsək,
Tələbə nə olacaq? Gedəcək məcbur Tovuzda imtahan keçirilirsə Tovuza və yaxud da yaxın ərazilərdə hər hansısa bir rayona, şəhərə. Məsələn, bu Gəncə ola bilər, Mingəçevir ola bilər. İndi Bakı şəhəri Yasamal rayonu deyə qeyd elədim tələbəmiz üçün. Başqa mail ünvanı yaza bilərəm. Tələbəmizin mailini bilmədiyimə görə elə öz mail ünvanımı yazıram. Yadda saxlayıram. Təsdiqlənən zaman bildiriş mənim mailimə gəlmiş olacaq. Yəni çox problem olmaz deyirəm, o baxımdan da bu formada qeyd elədim. Ev telefonu səhvdir deyir. Ev telefonu bizə lazımdırmı? Buram boş qoydum. Bir də yadda saxlaya vururam. Yadda saxlanıldı, qutardı. Ev telefonu yəni ehtiyacımız yoxdur. Öz nömrəniz və s. qaydasındadırsa, heç bu qaydasında olmayanda da elə ciddi bir problem olmur. Əsas dediyim kimi burada harada imtahanı vermək istəyirsinizsə, o hissəyə gəlməkdir. Görürsünüz, Bakı şəhəri Yasamal rayonu. Bakıda imtahan versin deyə Bakıda məsələn Yasamalı seçdim. Burayla hələlik işimiz bitir. Şəxsi kabinetin kodunu götürmüşük ödəniş üçün. Ödəniş hissəsini bir qədər sonra başa salacağım. Əvvəlcə bayaqki ərzəmiz hissəsinə qaydaq. Buranı yenilirəm. Yeniləyəndən sonra aşağıda görüm qırmızı yazıda bir dəyişiklik olacaqmı yoxsa yox. Yeniləndi. İndi fikir verirsə aşağıda nə yazılıb? Magistraturaya 1-ci cəhd qəbul imtahanına qeydiyyat. Magistratura təhsili haqqında məlumat yoxdur. Deməli, şəxsi məlumatlarla bağlı bizim problemimiz aradan qalxdı. Əsas faktiki yaşayış yeri idi ki, onu qeyd elədik. İndi artıq digər hissələrə keçid edə bilərik. Sol yuxarı hissədə şəklin aşağısında fikir verirsə, burada şəxsi məlumatlar, ali təhsil imtahan hissəsi var. Ali təhsil hissəsində qarşısına bir təsdiq quşu görürük. Bura klik elədik. Görməyiniz üçün, baxın, yazılıb Dövlət Neft Sənaye Universiteti Kompüter Elmləri ixtisası. Bu sizdə qarşısına yaşıl işarə olmamış formada da ola bilər. Narahatlıq əsası yoxdur. Elə belə ali təhsil hissəsinə klik eləyənə yer açılacaq. Gəlib buradan bu səhifədən rahatlıqla məlumatlarınızı görə biləcəksiniz. Seçəcəksiniz ki, Azərbaycan vətəndaşısınızmı, xarici vətəndaşsınızmı, xarici vətəndaşsınızmı? Yadda saxlayacaqsınız, sizdə də rahatlıqla belə olacaq. Yəni qeyri-adi bir şey yoxdur. Hətta tələbəmiz üçün Neft Sənaye Universitetini və s. mən seçməmişəm. Sistem özü avtomatik olaraq təklif edib. Növbəti hissəyə keçirəm. Magistratura təhsili haqqında məlumat verin. Bura klik edirəm. Aşağıda çünki bildirişdə bunu qeyd eləmişdə. Bilirəm ki, tələbəmizin magistratura təhsili yoxdur. Burada klik elədik. Ondan sonra yadda saxlayırıq. Bitdi. Təhsiliniz varsa, təbii ki, yazacaqsınız ki, təhsilim var. Yenə orada avtomatik məlumatlar böyük ehtimal közü doldurulmuş olacaq. Çünki artıq Dövlət İmtahan Mərkəzi sistemi gözəl bir şəkildə irəlilədib. Özüm üzərindən də mən məsəl üçün artıq qeydiyyatdan keçəndə o məlumatlar məndə hazır bir şəkildə verilir. Aşağıya baxırıq. İmtahan bölməsində imtahan haqqında məlumat yoxdur. Görürsünüz, bir növbəti pilləni sanki o qırmızı yazı ilə bildirişlə bizə bildirir. İndi gəlirəm, imtahan hissəsinə keçdim, imtahana klik elədim. İmtahana qeydiyyatdan keçin. Bura klik edirəm. Bölmə. Bilirəm ki, tələbəmiz Azərbaycan sektorudur. Yəni imtahanda sualların qarşısına məntiqdən, informatikadan, eyni şəkildə, yox, ingilis dilində deməyim, məntiqdən, informatikadan Azərbaycan dilində gəlməsini istəyir. Ona görə Azərbaycan dilini seçdim. Və bəs xarici dil kimi hansı fəndən imtahan vermək istəyir? İngilis dilindən, o baxımdan da ingilis dilini seçdim. Sonra tələbəmizin ixtisası fikir verirsə, kompüter elmləri idi, az əvvəl gördük. Kompüter elmləri olduğuna görə aşağı hissə bizdə açılmır, yəni ehtiyac yoxdur. Burayla bağlı hər hansısa bir şey eləməyimizə. Aşağıda belə bir yazı var. İxtisaslaşma seçimi mərhələsində magistratura səviyyəsinin 060102, 03, 201, 203 ixtisaslarına aid ixtisaslaşmalarını seçmək istəyən bakalavrların ixtisaslaşma dili. Bu bəndə ixtisaslaşma seçim mərhələsində magistratura səviyyəsinin bu ixtisaslarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrları mütləq siyahıdan seçirlər. Yəni siz məsələn filologiya, tərcümə, xarici ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi bu ixtisaslardansınızsa, sırf öz ixtisasınızla bağlı davam eləmək istəyirsə, o halda burayla bağlı seçimi həyata keçirməlisiniz. Onu qeyd edeyim ki, çox elə dəhşət böyütməyinizə, belə ayda birdən səhv seçirəm filan deməyinizə bir gərək yoxdur. Çünki Dövlət İmtahan Mərkəzi sağ olsun, ixtisas seçimi zamanı onsuz da buralarda bir yanlışlıq varsa, özü tələbələrə rahat bir şəkildə köməkli eləyir.
Hazırda bizim ən önəmli burada eləməli olduğumuz bilirsiniz nədir? Sadəcə yuxarıdakı ikisi. Yuxarıdakı ikisində nə var idi? Bir az sektor olmağımız və yaxud da rus sektoruqsa, burada rusu seçməyimiz. Bir də imtahana xarici dildən ingilis dilindən mi veririk, rus dilindən mi veririk? Yəni o esseni hansı dildən yazacaqsınız? Baxın onu seçməyiniz. O baxımdan da tələbəmiz ingilis dilində yazacağına görə, ingilis dilindən imtahan verəcəyinə görə ingilisi seçdik. Oldu, qutardı. Yadda saxlayıram. Yadda saxladım. Burayla işim bitir. Görüm səhifəm yenilənib bitsə. Əla, yadda saxlanıldı. İndi fikir verirsə baxın, ərizənin təsdiqi üçün şəxsi kabinetin hesabına 50 manat məbləğdə vəsait olmalıdır deyir. Burada da yazılıb təsdiq olunmayıb. Mən nə etməliyəm? İndi 50 manat pul yükləməliyəm. Fikir verirsə bu tərəfdə vəsait yazılıb 0 manatdır. Bunun üçün ya ən rahatı daxil olursunuz, hər hansısa bir marketə, bilmirəm, metrodan mı taparsınız, milli ön, həmansı terminallardan birinə təhsil kateqoriyasını seçəndən sonra orada dövlət imtahan mərkəzi var. Dövlət imtahan mərkəzində şəxsi kabinetə vəsait hissəsini seçəndən sonra şəxsi kabinetin kodunu yazırsınız, pulu yükləyən kimi birbaşa gəlir bura oturur. Ən sürətlisi, ən effektivi budur. Yox, əgər belə istəmirsinizsə, gəlirsiniz hesab.az saytına, yazıram. Hesab.az. Daxil olandan sonra buradan təhsili axtarıram. Axtarım görüm təhsil hardadır. Burada. Tapdım. Görürsünüz dövlət imtahan mərkəzi. Şəxsiyyəti təsdiq edən sənədin finini seçmirəm. Elektron şəxsi kabinetin nömrəsini seçdim. Kodu kopyalamışdım. Düzdür. Kod hardaydı? Burada. Görürsünüz 17, 12, 445. Yoxladım. Yazdım bura. Davam etə klik elədim. Nə qədər yükləməliyəm? İmtahan ödənişi dəyişməyibsə 50 manat. Düzdür? Qutar. Davam edə klik edirəm. Davam etə klik elədim. Təsdiqləyirəm. Gəlirəm indi kart kodumu daxil eləməliyəm. Kart kodumu da daxil elədim. Avtomatik doldurmadan istifadə elədim. İndi ödəyirəm. Ödəyəndən sonra təbii ki, bir bankın əgər kartdan istifadə edirsinizsə 4 rəqəmli şifrə gələcək. Şifrəni də yazacağıq. Yazandan sonra rahatlıqla təsdiqlənmiş olacaq. Qutardı. İndi baxın, ödəniş uğurdan tamamlanmışdır yazısı gəldi. Gəldisə, qayıdıram yenə bayaqki ərizə hissəsinə. Qayıda bilsəm. Aha, qayıtdım. İndi səhifəni yeniləyəcəm sadəcə. Yenilən görək. Səhifəmiz yeniləndi. İndi fikir verirsə, şəxsi kabinetinizdə olan vəsait 50 manat deyə qeyd olunub. Qutardı. İndi təsdiqlənmə hissəsinə keçməliyəm. Görüm təsdiqlənmə hissəsini necə edəm. Buradakı qələm işarəsinə klik edirəm yəqin ki. Gördüm ki, yox, bu deyil. Sistem yenilənib. Görürsünüz, mən də sizlə birlikdə öyrənirəm. Amma aşağıda çıxıbmış. Mənim videomun arxasına qalmış. Görürsünüz, təsdiq et yazısı. Təsdiq etə klik elədim. Deyir, ərizə təsdiqi üçün şəxsi kabinetinizin hesabından 50 manat məbləğ silinəcək. Razısınızmı? Bəli. Bəliyə klik elədik. Əməliyyat yerinə yetirildi deyir. Nə oldu? Təsdiq edilib. Vaxt 13-cü 1-ci ay 2025-ci il 12:50. Və aşağı hissədə fikir verirsə təsdiqi sil hissəsi var. Mən təsdiqi sil hissəsinə klik eləsəm təsdiq ləğv olunacaq. Yenidən nəsə bir məlumatımdan şübhələnirəmsə, səhvlik eləmişəmsə, dəyişəcəm, yenidən təsdiqləyəcəm. Yəni hər şey olduqca sadədir. Dövlət İmtahan Mərkəzi artıq sistemi çox gözəl bir şəkildə qurub. Yəni nədənsə narahat olaram, səhv olar deyilən artıq bir şey yoxdur. Uzaqbaşı təsdiqləyirsiniz, bizə göstərirsiniz. Biz də deyirik ki, hər şey qaydasındadırmı ya yox. Çap hissəsinə klik elədim. Çapa klik eləyəndən sonra baxın, ərizənizdə doldurduğunuz məlumatlar və s. hər bir şey burada görsənməlidir. Baxın, görsənir. Gözəl bir şəkildə əks olunur. Bunu da bizə göstərsəz ki, müəllim nələri yazmışam, nələri səhvləmişəm, nələri düz eləmişəm, rahatlıqla biz sizə məlumat vermiş olacağıq. Oldu, qutardı, getdi. Baxıram, əsas nəyə fikir verməliydim? Tələbəmiz Azərbaycan bölməsidir. Əla. İngilis dilində imtahan verəcək. Sizin ingilis dilində yazacaq. Əla. Sonra qalxdım yuxarıya. Yuxarı hissədə baxıram. Görüm imtahanı hardan verəcək.
faktiki yaşadığı yer. Qeydiyyatda olduğu ünvan yox ha, faktiki yaşadığı yer. Bakı şəhəri Yasamal rayonu Bakıda imtahan vermək istəyirdi, oldu, bitdi. Bu qədər sadə. Belə, burada artıq yekunlaşdırıram. Hər birinizə uğurlar arzulayıram. Rahatlıqla videomu izlədikdən sonra qeydiyyatdan keçə bilərsiniz. Nəsə problem olsa ilə rəy bölməsinə yazıb bildirə bilərsiniz. Nə demişik? Əz soda həvəsdən düşürük, maksimum dərəcədə motivasiya oluruq. Növbəti videolarda görüşərik, uğurlar, hələlik. Sağ olun.